Herkese salam. Bugün menyuda 3 bacı dolması. Benim en sevdiğim yeməklərdən biridir. Mövsüm yeməyidir. Çox güman ki, hər bir Azərbaycanın ailəsində bişir. Bu artıq son halıdır. Bişənə yaxın üzərinə kərə yağı da doğramışam. Çox dadlı bir yeməkdir. Əsl bol tərəvəzli. Soğanları burada rondodan keçirdirəm. Bu çox xırdalayır, narın edir. Daha sonra təxminən 5-6 badımcanı bir yağda qızardıram. Qızardan zaman o qızarmış badımcanın xüsusi dadı olur ki, onu çox sevirəm və həm də yeməkdə parlaq görsənir badımcan. Məsələn, anam gelir onu suda köftəli bişirirlər, ancaq mən elə xoşlamıram. Burada soğanı qovurmuşam və əti əlavə edirəm. Əti biraz əzişdiririk ki, soğanla yaxşı həll olunsun və bunları bişməyə qoyuram. Və artıq ətimiz burada bişibdir, qovrulubdur. Ara sıra qarışdırıram. Mən çox qızartmağı sevirəm ki, ət qızarmış olsun. Və üzərinə pomidoru, kiçik pomidor və digər pomidorların içərisini çıxartmışam ki, onu əlavə etmişəm. Qarışdırıram və vamxodda bişməsini gözləyirəm. Burada bişibdir. Artıq göyərtləri doğrayıram. Reyhan, keşniş, şüyüd və biraz məndə cəfəri də var idi. Cəfəri də əlavə edim, dad qatsın deyə. Ədviyyatlardan duz istiyor. Bir də mən ət otu istifadə edirəm. Bu da çox maraqlı bir ədviyyatdır. Artıq içliyimiz hazırdır. İndi ən maraqlı hissəyə gəlib çatırıq, doldurma məqamına. Mən biberləri də bir balaca qızartdım. Çox saxlamadım təbii ki. Biberlər kövrək olur. Burada badımcanı doldurmağa çalışıram. Bir balaca badımcanın içərisi ətli olduğuna görə ət kənara çıxır. İndi əlimlə içərisini biraz boşaldıram və yenidən doldururam badımcanın içərisini. Ətin özünü belə, yəni ki, çox dadlı alınır. Yəni ümumiyyətlə mən badımcanın içliyini çox sevirəm. Ən sevdiyim içliklərdən biridir. Və belə sıx doldururuq. Digər badımcanları da belə sırayla doldururam. Və keçirəm indi digər tərəvəzlərə və badımcanlar ümumiyyətlə dolmada daha çox üstünlük verirəm. Ümumiyyətlə badımcan dolması bişirən zaman badımcanların həmişə sayını daha çox eləyirik. Burada artıq biberlərə keçirəm, biberləri doldururam və biberi də öncədən dediyim kimi qızartmışam, bir balaca duzlamışam. Çalışıram ki, qənaətlə qoyum ki, yəni çatsın bütün tərəvəzlərə. Hələ badımcan da qalıb əlavə. Çay qaşığı tam doldurmuram, bir qismini doldurub əlavə edirəm. İndi pomidorlara keçirib, pomidorları da doğrayıb ətin içərisinə əlavə etmişəm. Yəni içliyini israf etmirəm və doldurub qapağını bağlayıram. Yəni çox ləzzətli yemək alındı həqiqətən də. Və burada atam içəri gəlir və bir stəkan su da əlavə edirəm və bişməyə qoyuram. Çox dadlı bir yemək alındı həqiqətən də.